Herkese salam, birlikte öğrenen kanalına hoş gelmişsiniz. Bugün sizlerle birlikte 8. sınıf yeni dərsliyə əsasən biologiya fənninin üzrə səviyyə 81-də verilmiş tapşırıqları nəzərə yetirəcək. 2 dənə tapşırığımız var. Tətbiq edin və yoxlayın. Tətbiq edindən ibarətən başlayırıq. Quşlarda oturarkən və ya yeriyərkən qabırğalılararası əzələlərin, uçarkən isə döş əzələlərinin hesabına döş qəfəsi genişlənir. Bu zaman ağciyərlərdə qazlar mübadiləsi baş verir. Digər onurğalılardan fərqli olaraq quşlar həm nəfəs alma zamanı, həm də nəfəs vermə zamanı tənəffüs edirlər. Təqdim olunan təsvir əsasında iqqa tənəffüs adlanan bu prosesi təhlil edin. Deməli, deyir ki, müzakirə edin. Biz bu hissəyə indi cavab verəcəyik. Nəfəs verərkən ağciyərlərdə mənimsənlə oksigenin miqdarı artırmı? Yazırıq, xeyr, artmır, əksinə azalır. Onun yerinə karbon dioksid ağırlıqlı hava çıxarılır. Qısa cavab olaraq xeyr də yaza bilərsiniz. Keçirik digər tapşırığımıza, öyrəndiklərinizi yoxlayın. Bir hüceyrəli canlılar üçün hansı tənəffüs tipi xarakterikdir? Qısa cavab olaraq dəri tənəffüsü yaza bilərsiniz. Açıqlaması isə belədir ki, bir hüceyrəli canlılarda ağciyər, traxeya, bronx və s. yəni bunlar olmadığına görə onlar dəri yolu ilə tənəffüs edir. Keçir ikinciyə. Tənəffüs tiplərini bir-birindən fərqləndirin. Deməli, onda belə eləyək. Dəri kiçik və ya bir hüceyrəli canlılara üçün xarakterikdir. Həşəratlar qəlsəm traxeya tənəffüsünə aiddir. Balıqlar qəlsəmə tənəffüsü, ağciyər məməlilər və quşlar isə ağciyər tənəffüsü ilə tənəffüs edirlər. Sağ olun.